Sevil, əslində sevindirici bir haldır ki, bir xanım da bu mövzuya xüsusi diqqətlə yanaşır. Sizin yerinizdə olmaq istəyən neçə şəxslər var, amma bu fürsəti siz dəyərləndirə bilmirsiniz. Ona görə də bizə də bəhs edin bu fürsətdə. Bəli, mən ilk öncə özümü tanıtmaq istəyərdim. Mən Sevil Rəstova və özüm sahəm mühəndislikdir. Proqram təminatı mühəndisi olaraq çalışıram. Və düşünürəm ki, yəni mühəndislik sadəcə veb saytlarda və yaxud da mobil tətbiqlərdə əslində qalmır. Biz bu təcrübəni yiyələnərkən gördük ki, yüksək texnoloji baş verən yeniliklərdə də mühəndislər öz töhfələrini verə bilərlər. Yəni biz onların proqram təminatında, onların təhlükəsizliyində və s. çox böyük əslində töhfə verilir və çox kompleks sistemlər var əslində burada. Və bu kompleks sistemləri də bizim proqram təminatçı mühəndisi olaraq da üzərimizə düşür ki, bu sistemlərin var olduğunu görək və onlar üçün düzgün praktika edək və özümüzü inkişaf etdirək bu yöndə. Yəni böyük bir təcrübə keçdiniz bir sözlə. Ümran bəy, eşitdiyimizə görə Azərkosmosun Kosmik Akademiyası 3 niyəyə cavab axtarır. Bu hansı 3 niyədir belə? Çox gözəl sual verdiniz əslində.